Deməli, bugünkü mövzu qədim Albaniya mövzusu. 7-ci sinif, 6-cı sinifin sonuncu mövzu keçirik. Aydındır. Deməli, qədim Albaniya dövləti eramızda 323-cü ildə yaranıb, bizim eramızda 705-ci ildə süquta uğrayıb. Yəni, quldar dövlət kimi yaranıb, feodal dövlət kimi süquta uğrayıb. Qədim Albaniya dövləti Azərbaycanın şimalında yaranmış ilk dövlətdir. Düzdür? Bəs necə oldu qədim Albaniya dövləti yarandı? Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İskəndərin ölümü, vəfatı, və ölümündən sonra Azərbaycanın cənubunda Atropatena, şimalda da hansı dövlət yaranır? Albaniya dövləti. Aydındır. Həmin bu Albaniya dövləti Azərbaycanın şimalında yaranmış ilk dövlətimiz hesab olunur. 323-cü ildən yaranıb 705-ci ilə qədər mövcud olur. Həmin qədim Albaniya dövlətinin deməli iki paytaxtı olub. Paytaxtları. Deməli, eramızdan əvvəl 323-cü ildən bizim eramızın 444-ünə qədər Albaniya dövlətinin paytaxtı olub Qəbələ şəhəri. Qəbələ və hətta Kabalaxar deyilir. (444-cü ildən 705, yəni süquta qədər isə deməli, Qəbələdən Bərdiyə köçür. Deməli, Albaniya dövləti, Albaniyada yaşayan tayfalar var idi. Qədim Albaniyada hansı tayfalar var idi? Alban tayfaları. Atropatenada olduğu kimi Kaspi, Kadusi, Leglər, Utilər, Qarqarlar, Amardılar və Albanlar. Bu tayfaların içərisində ən belə deyəndə inkişaf etmişi və s. olan Albanlar olduğuna görə həmin dövlət yarananda da Alban tayfaların adına bağlanırdı dövlət. Aydındır. Sonra, deməli, eramızdan əvvəl (66) Kürd döyüşü, Roma Respublikası ilə Alban dövləti arasında baş verir. Alban arasında. Roma plus, Albaniya minus. Bundan bir il sonra təzədən bir növbəti bir döyüş eramızdan əvvəl 65-ci ildən. Deməli, Qanıq döyüşü. Həmin bu Qanıq döyüşündə yenə Roma Respublika idi və Albaniya arasında yenə Roma plus, Albaniya minus. Romanın Albaniyaya, Azərbaycana hücum eləmək məqsədi nə idi? Ümumiyyətlə, Romanın iki məqsədi var idi. Bir, Hindistana gedən ticarət yollarını ələ keçirmək, Xəzərdən sahələrdə möhkəmlənmək. Baxmayaraq ki, iki döyüşün ikisində də Roma qalib gəlib Albanlara. Amma Roma Xəzər sahəli əraziləri ələ keçirmək niyyətindən vaz keçəcək. Buna məcbur edən nədir? Albanların inadı müqaviməti. Baxmayaraq ki, Albanlar məğlub olur, amma nə eləyir? Həmin ərazilərdən Romanların möhkəmlənməsinə imkan vermir. Atropatenada fərqli olaraq Albaniyada əhali bütpərəst idi. Aydındır. Deməli, bunların dini nə idi? Bütpərəstlik, yəni çox Allahlı. Hətta
Almanlar Roma belediyede, Yunan Roma belediyede bütlərinə, allahlarına sitayiş edirdilər. Aydındır. Bu barədə Strabon öz əsərində də məlumat vermişdir. Sonra, qədim Albaniyada əhalinin təbəqələri. Birinci təbəqə, padişah, hakim, ordu başçısı. Padişah, hakim, ordu başçısı. Padişah, hakim, ordu başçısı. Bu əhalinin birinci təbəqəsidir. İkinci təbəqə, din xadimləri. Din xadimləri və yaxud da kahinlər. Üçüncü təbəqə, hərbçilər. Və yaxud da döyüşçülər. Dördüncü təbəqə, deməli, təsərrüfatda işləyənlər, yerdə qalan bütün əhali. Təsərrüfatda işləyənlər. Bunlar da dördüncü təbəqəni əhatə edir. Dördüncü təbəqəyə daxil edir. Sonra, eramızdan əvvəl 36-cı ildə Atropatena ilə həmin olan döyüş Fraspa döyüşüdür, düzdür və yazıda qalsın ki, 30-cu illərdə Roma Atropatena hücum edəndə Atropatena Romadan asılı vəziyyətdə olsa da tam asılı vəziyyətdə olub, öz müstəqilini edir, qoruyur, saxlayır. 30-cu ildə deməli Roma Albaniya arasında mübarizə gedir. Roma təbii ki, burada yeni yazan nə idi? Respublika. Düzdür? 36-cı illər arasında döyüş baş verir və həmin Albaniyada bu dövrdə 30-cu illərdə hökmdar kim idi? Hökmdar Zober idi. Zober. Zober Romaya qarşı mübarizə aparsa da sonunda məğlub olur, Romaya sadiq qalacağına söz verir. Deməli, bu döyüş kimin qələbəsinə başlayacaktır? Romalıları. Aydındır. Nerede kadar? Sonra eramızın 1-ci, 3-cü əsrləri Alan tayfaların hücumuna məruz qalır. Alanların yürüyüşü hücumu. Alanlar şimalda Dərbənd keçidi vasitəsindən keçib həm Albaniya, həm Atropateniyaya hücum eləmişdilər. Aydındır. Və kimlər dedik? Alanlar. Məqsəd nə idi? Qənimət ələ keçirmək. Məqsəd qənimət ələ keçirmək. Aydındır. Amma bizim eramızın deməli 2-3-cü əsrlərində Albaniyada, Atropateniyada olduğu kimi quldarlıq tənəzzül olurdu. Quldarlığın tənəzzülü. Yəni sübuta doğru getməsini. Tənəzzülü. Yəni qul əməyi artıq özünü belə deyil, doğru tutmurdu. Aydındır. Və yazıda qalsın. Həm Atropatena, Albaniya və digər Azərbaycan ərazindəki Azərbaycanda olan bu dövlətlər quldarlıqdan istifadə edirlər. Quldar təsərrüfatı mövcud olub. Amma yaxın şərqin güclü dövlətləri kimi Yunanistan, Roma kimi o qədər güclü olmuyor. Orada bütün sahələrdə bulamada istifadə olunurdu. Amma burada Albaniya, Atropatena bütün sahələrdə istifadə olunmurdu. Aydındır. Yadda qalar. Sonra təsərrüfatı, maldarlıq, əkinçilik, sənətkarlıq və s. Yadda qalar. Və bir şey də deyək, deməli, eramızdan əvvəl, keçən də necə bildir, 53 və eramızdan əvvəl 38-ci il, yəni eramızdan 1-ci əsrin ortaları və 1-ci əsrin 2-ci əsrində baş verilmiş bu döyüşlər, yəni Kara döyüşü ilə, düzdür, Hindar döyüşü, həmin bu döyüş, deməli, kimlə olur? Roma ilə Atropatena. Və bunda Atropatena müttəfiq olan Parfiya olmuşdur, düzdür?
Həmin bu döyüşdə Atropatena mübarizələr gedir. Roma isə belədir, Albaniya isə Parfiya təhlükəsinə qarşı, çünki 38-ci ildə Atropatena müttəfiqi Parfiyanın üzlərindən Roma tərəfinə keçir, düzdür? Və həmin vaxtda da Albaniyada Parfiya təhlükəsinə qarşı Roma ilə nə edəcək? Yaxınlaşacaq. Aydındır? Deməli, təsərrüfatı dediyi nə idi? Maldarlıq, əkinçilik, sənətkarı göstərir. Sonra Albaniya yaşayan tayfaları dedik. Qaldı Albaniyanın şəhərləri. Deməli, Alban şəhərləri. Qəbələ, Mingəçevir, Ayniyana, Anarika və s. Alban dövlətinin ərazisi, yerləşmə ərazisi. İndiki Azərbaycan Respublikası və Azərbaycan Respublikasının bəzi cənub rayonlarını əhatə edir. Ərazisi şərqdə Xəzər dənizi, qərbdə Qərbi Azərbaycan Ermənistana qədər, düzdür, şimalda Dərbənddən, cənubda Atropatena qədər onun ərazini əhatə edirdi. Və indi xəritədə onun ərazisinə baxaq. Deməli, Albaniyanın ərazisi indiki bu ərazini əhatə edir. Şimalda Dərbənd keçidindən, şərqdə Xəzər dənizi, qərbdə indiki Ermənistan, cənubda da Atropatena qədər olan ərazini edir, əhatə edir. Aydındır? Və Atropatena Albaniya dövlətinin 3 sularını idarə edir. Deməli, neçə sularını edir? 3 sularını. Deməli, eramızdan əvvəl 2. Bizim eramızın 1-ci əsri Aranilər sülaləsi. Aranilər sülaləsinin nümayəndələri olub. Deməli, Oroz, Zober, Kozis. Arşakilər sülaləsi 1-ci əsrdən 510-cu ilə qədər Arşakilər sülaləsi sülaləsinin nümayəndələri. Biz bunu 7-ci mövzusunda da keçəcək. Deməli, Cəsur və hətta Qoçaq Vaçaqan, 1-ci Vaçi, 2-ci Vaçi, Urnayır, Asvagin və sonuncu, 3-cü Mömin Vaçaqan. Bunlar haqqında məlumatı isə deməli 7-ci Albaniya mövzusunda feodal Albaniyada keçəcək. Dərsimiz buna qədər.